Daha bir icra hakimiyyətində əməliyyat həbs olundu. Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsi Qaradağ rayon icra hakimiyyətində yoxlamalar aparıb. Unikalın əldə etdiyi məlumata görə yoxlamalar nəticəsində rayonun icra başçısının müavini Muradov Nadir Yəduloğlu həbs edilib. Bunun hansı səbəbdən həbs olunduğu hələlik açıqlanmayıb. Toyuqlu Pizza Nadir Muradovla bağlı məhkəmə tərəfindən 4 aylıq həbs qəti imkan tədbiri ilə bağlı qərar verilib. Rusiya ilə sərhəd bölgəsində nə baş verir? Həbslər başladı, hədəf budur. Son aylar Qax və Balakən rayonlarının icra başçıları vəzifədən azad edilərək həbs olunublar. Bu hadisələr ictimaiyyətdə böyük rezonans yaradıb. Maraqlıdır. Rusiya ilə sərhəddə yerləşən bölgələrin rəhbərləri konkret olaraq hansı qanun pozuntularına yol veriblər? Yaxın vaxtlarda başqa hansı icra başçılarının vəzifədən azad olunması gündəmə gələ bilər? Globalifo azın suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuz məsələni belə izah edib. Balakən və Qax kimi şimal rayonlarımızdakı əməliyyatlar rəsmi olaraq korrupsiya əməlinə görə keçirilib. Açığı, bu işdə nə qədər Ramiz Mehdiyev və Rusiya izninin olduğunu bilmirəm. Ola da bilər, olmaya da. Heydər Oğuz məsələyə yaxın günlərdə aydınlıq gətiriləcəyini düşünür. Əlimdə heç bir ciddi əsas olmadan kimsə damğalamaq, daşınmayan yerdən qan çıxarmaq istəmirəm. Bütün hallarda istintaqın nəticələrini gözləmək daha doğru olardı. Ümid Partiyasının sədri İqbal Ağzadə qeyd edib ki, hər hansı rayon icra başçısının vəzifədən azad edilərək həbs olunması konkret cinayət hadisəsi və ya cinayət məcəlləsinin tələblərinin pozulması ilə bağlı olur. Yəni bu təsadüfi deyil. Hüquqi əsaslara söykənən bir prosesdir. İctimaiyyətin bu hadisələrə verdiyi reaksiya isə əslində əvvəlki analoji həbslərlə müqayisədə o qədər də güclü deyil. Çünki bundan əvvəldə bir neçə icra başçısının saxlanılması halları baş verir. Lakin baş verənləri konkret olaraq Rusiya ilə sərhəddə yerləşən bölgələrin rəhbərləri ilə əlaqələndirmək düzgün yanaşma deyil. Rayon icra hakimiyyətlərinə müəyyən tapşırıqlar verilir və əgər bu tapşırıqların icrası zamanı qanun pozuntusu və ya təxribat xarakterli fəaliyyət müşahidə edilərsə, bu barədə hüquq mühafizə orqanlarının aidiyyəti strukturları dərhal yuxarı instansiyalara məlumat ötürür. Əgər belə hallar mövcud olsaydı, həmin strukturların rəhbərləri də məsuliyyətə cəlb edilərdi. Belə bir hal baş vermədiyinə görə, deməli bu istiqamətdə konkret əsas yoxdur. İqbal Ağzadə deyib ki, söhbət korrupsiya və rüşvətxorluqdan gedirsə, bu cür hallar artıq sistem daxilində tez-tez rast gəlinən, cəmiyyət üçün təəccüblü olmayan məsələlərdir. Vaxt aşırı bu səbəbdən vəzifədən azad edilən, həbs olunan və ya cəzalandırılan kifayət qədər məmur olub. Ümumyərin növbəti mərhələdə məsuliyyətə cəlb oluna biləcəyinə gəldikdə isə bu barədə dəqiq məlumat yoxdur. Məsələ ilə bağlı yalnız hüquq mühafizə orqanları və araşdırma aparan qurumlar rəsmi açıqlama verə bilərlər. Türkiyədə 8 hərbçi ölkədən qaçarkən saxlanıldı. Türkiyədə FETÖ terror təşkilatı ilə əlaqədə olduğu iddia edilən ikisi yüksək rütbəli zabit olmaqla 8 hərbçi saxlanılıb. Yeni Sabah xəbər verir ki, bu barədə Hürriyyət qəzeti məlumat yayıb. Şübhəlilərin Aydın vilayətinin Didim rayonundan yola düşərək qeyri-qanuni yollarla Yunan adalarına keçməyə cəhd etdikləri məlum olub. Region çalxalanır. İranı qurudan hücum ola bilər bu istiqamətdə. İslam İnqilabı Keşikçiləri Korpusuna yaxın siyasətçi Nizaməddin Musəvi bəyan edib ki, İraqda baş verən son hadisələr Tehrana qurudan hücuma zəmin yarada bilər. Globalifo xəbər verir ki, bu barədə Azad İran Telegram kanalı yazıb. Suriyanın süqutu İrana hava hücumuna, İraqın süqutu isə Tehrana qurudan müdaxiləyə səbəb ola bilər. O qeyd edib. Musəlinin sözlərinə görə ABŞ prezidenti Donald Trump'ın İraqa yeni təyin olunmuş xüsusi nümayəndəsi Savayı Həşdi Şabi qruplaşmasının ləğvini tələb edir. Bu layihənin nəticəsi Suriya modelinin İraqda müxalifət üsulları vasitəsilə həyata keçirilməsi olacaq. Siyasətçi vurğulayıb. Son vaxtlar İran rəsmiləri tərəfindən yeni müharibə ilə bağlı deyilənlər və Nizaməddin Musəvinin bu açıqlaması regionda gərginliyi artırıb. Qeyd edək ki, Həşdi Şabi İraqın Şii yarımhərbi təşkilatıdır və tamamilə İran İslam İnqilabı Keşikçiləri Korpusunun nəzarətindədir. 2014-cü ildə yaradılan təşkilat təxminən 200 min döyüşçüdən ibarət müxtəlif silahlı qrupların çətir təşkilatıdır. Cənubi Qafqazdan Ağ Evə uzanan yeni geopolitik tunel Tramp bu regionu Qərbin Avrasiya sisteminə birləşdirir. Cənubi Qafqaz artıq Rusiya və Qərb arasında qarşı durmanın geopolitik platforması deyil. Çünki bu region indi ABŞ və Qərbin yeni İpək yolu strategiyasının mərkəzi həlqəsinə çevrilməyə başlayıb. Cənubi Qafqaz son 2 ildə beynəlxalq siyasətin əsas geostrateji mərkəzlərindən birinə çevrilib. Ukrayna savaşının yaratdığı yeni geoiqtisadi və təhlükəsizlik arxitekturası Rusiya və Qərb arasında qlobal
qlobal qarşıdurmanın dərinləşməsinə paralel olaraq bu region enerji, logistika və siyasi təsir uğrunda mübarizənin açar məkanına çevrilib. Bu baxımdan Tramp marşrutu Zəngəzur dəhlizi layihəsinin rəsmən elan edilməsi Cənubi Qafqazda post-Rusiya mərhələsinə keçidin ilkin əlamətlərindən biri kimi dəyərləndirilir. Onu da qeyd etməyə lazımdır ki, Tramp marşrutunun reallaşdırılması barədə Vaşinqton anlaşmasına qədər Cənubi Qafqazda geopolitik iddiaları olan dövlətlərin sırasında Rusiya ilə yanaşı Fransa da ön planda yer alırdı. Ancaq ABŞ həm Rusiyanı, həm də Fransanı qabaqlayaraq qlobal əhəmiyyətlə əsas regional layihənin reallaşdırılmasında qarantor statusu qazanması yeni və fərqli proseslərə yol açır və eyni zamanda Fransa prezidenti Emmanuel Macronun daxili və xarici siyasətdə zəifləməsi də rəsmi Parisin Cənubi Qafqaz planlarını ciddi şəkildə zərbə altında qoyub. Məsələ ondadır ki, Le Figaro verən qrupun son ictimai sorğusuna görə prezident Emmanuel Macronun reytingi 11%-ə düşüb. Bu, onun prezidentliyi dövründə ən aşağı göstəricidir və Fransa Hollandın hakimiyyəti dövrünün sonunu xatırladı. Belə kəskin tənəzzül təkcə daxili siyasətlə deyil, Fransa diplomatiyasının strateji adaptasiya qabiliyyətinin zəifləməsi ilə də əlaqəlidir. Prezident Emmanuel Macronun Avropa strateji muxtariyyəti ideyası faktiki olaraq uğursuzluğa düçar olub. Afrika, Şərqi Aralıq dənizi və Cənubi Qafqazda Fransa öz hərbi siyasi dayaqlarını itirib. Rəsmi İrəvan üçün bu real mənada o deməkdir ki, Ermənistanın əsas beynəlxalq himayədarı olan Fransanın artıq geopolitik zəmanətçi olmaq imkanlarını itirmək üzrədir. Və bu baxımdan Fransa prezidenti Emmanuel Macronun Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri indi yalnız simvolik siyasi jest xarakteri daşıyır. Buna görə də Trump marşrutu layihəsi Fransa və Rusiyanı qabaqlayan ABŞ-ın Cənubi Qafqaz üçün geoiqtisadi strategiyasının birbaşa təməlini təşkil edir. Ermənistan baş naziri Nikol Paşinyanın hətta Paris sülh konfransında belə Trump marşrutundan danışması ABŞ regionda yeni mərhələyə güclü təsirini göstərir. Bu geoiqtisadi layihənin adının Trumpla assosiasiya olunması da təsadüfi deyil və Ağ Evin pragmatik iqtisadi diplomatiyasını əks etdirir. Bunu da qeyd etməyə lazımdır ki, Trump marşrutu Azərbaycan-Ermənistan sülh sazişinin iqtisadi əlavəsi kimi Cənubi Qafqazda regional nəqliyyat və ticarət əlaqələrinin açılmasına indeksli geoiqtisadi layihə hesab olunur. Bu layihə Cənubi Qafqazı Qərbin strateji nəqliyyat sistemini Aralıq dənizi, Qara dəniz və Orta Asiya şəbəkələrinə inteqrasiya etdirmək baxımından böyük əhəmiyyət daşıyır. Eyni zamanda bu, İran və Rusiyanın nəzarətində olan tranzit yollarına alternativ qərb nəzarətli geoiqtisadi dəhlizin formalaşdırılmasını da təmin edəcək. Maraqlıdır ki, beynəlxalq tədqiqat mərkəzləri, o cümlədən Atlantik Council və CIS hesabatlarında qeyd olunur ki, ABŞ üçün Cənubi Qafqaz post-sanksiya dövründə Avrasiya enerji və ticarət zəncirində strateji bufer funksiyası daşıyacaq. Trump marşrutu da bu nəzəri yanaşmanı praktik səviyyəyə keçirə biləcək ilk konkret layihə hesab olunur. Və bu baxımdan Cənubi Qafqazın ABŞ üçün geostrateji əhəmiyyətini təsəvvür etmək o qədər də çətin deyil. Bütün bunlar onu göstərir ki, əslində Trump marşrutu Rusiya, İran və Fransanın ortaq geopolitik məğlubiyyətini təmin edən geoiqtisadi faktordur. Ona görə də Trump marşrutunun reallaşması həm də Kreml və rəsmi Paris üçün ciddi geostrateji məğlubiyyət anlamı da daşıyır. Və həm Rusiya, həm də Fransa son illərdə Zəngəzur dəhlizi ətrafında siyasi mövqe üstünlükləri uğrunda mübarizə aparırdı. Belə ki, Kreml 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli anlaşmaya əsaslanaraq Zəngəzur dəhlizinə təhlükəsizlik nəzarətini ələ keçirmək istəyirdi. Qalsa isə Ermənistanla xüsusi müttəfiqlik münasibətləri qurmaqla Cənubi Qafqazda Avropanın təsir sahəsini yaratmağa çalışırdı. Ancaq ABŞ Azərbaycan və Ermənistan ilə Trump marşrutu barədə saziş imzalayaraq həm Rusiyanın, həm də Fransanın planlarını boşa çıxartmağa nail oldu. Nəticədə Ağ Ev Bakı-İrəvan xətti üzərində birbaşa siyasi diplomatik kanallar yaratdı. Ağ Ev həm Azərbaycan, həm də Ermənistan ilə üçtərəfli enerji və infrastruktur sazişləri imzaladı və Zəngəzur dəhlizini məhz ABŞ-ın geostrateji maraq dairəsinə daxil etdi. Ona görə də Rusiya və Fransa indi Cənubi Qafqazda ən yaxşı halda yalnız siyasi diplomatik bəyanat səviyyəsində mövcuddur və hazırda bu iki dövlətin regiondakı real təsir imkanları isə faktiki olaraq sadəcə simvolik xarakter daşıyır. Digər tərəfdən rəsmi İrəvanın da 2-ci Qarabağ savaşından sonraki xarici siyasət kursu Ermənistanı Rusiya orbitindən çıxararaq qərbə yaxınlaşdırmağa hədəflənib. Paşinyan hakimiyyətinin son illərdə atdığı əksər addımlar Ermənistanın yeni geopolitik seçimini təmin etməyə yönəlib. Rəsmi İrəvan bu müddət ərzində Rusiya ilə təhlükəsizlik əməkdaşlığını zəiflədi. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə münasibətlər dondurulub.
ABŞ və Avropa Birliyi ilə siyasi-iqtisadi inteqrasiya proqramları genişləndirilib. Azərbaycanla Ermənistan arasında praktik sülh və qarşılıqlı tranzit modelinə keçid prioritetə çevrilib. Beləliklə, Tramp marşrutu ətrafında cərəyan edən geopolitik proseslərin geostrateji nəticələri böyük ölçüdə artıq aydındır. Cənubi Qafqaz artıq Rusiya və Qərb arasında qarşıdurmanın geopolitik platforması deyil. Çünki bu region indi ABŞ və Qərbin yeni İpək yolu strategiyasının mərkəzi həlqəsinə çevrilməyə başlayıb. Yəni, Tramp marşrutu Cənubi Qafqazda ABŞ diplomatiyası üçün əl sistemli layihə kimi görünür. Çünki həm geoiqtisadi, həm də geopolitik xarakter daşıyır. Ən əsası isə regionu Rusiya təsirindən çıxararaq Qərbin Avrasiya logistik sisteminə birləşdirmək məqsədinə yönəldilib. Bu isə yalnız regional proses olmayıb. Cənubi Qafqazdan Ağa evə uzanan geopolitik tünel üzərindən regionun qlobal sistemdə yeni statusunun formalaşma mərhələsi deməkdir.